edirik. Qaldığımız yerdən davam edirik, əlbəttə ki, mütləq şəkildə. Düyü maskası. Mən bunu əllə çəkirəm. Şotka ilə çəkəndə yapışır qalır. Çoxsu şotkada belə mənim daha rahatdır. Bu ayda. Yəni bu düyü maskası qiyamət bir şeydir. Yəni maskaların yəni ən mükəmməli, ən təsirlisi. Bunları çıxart da, ömür boyu çıxartmırsan qalır həmişə qulağımda. Sonra da başlayıram sökürəm təmizləməyə. Aralarına dolur. Hazırlanması necədir? 3 xörək qaşığı yumru düyünü qəşəng yuyun. Qoyun bişsin, tam kaş olana kimi bişsin. Sonra blender varsa blenderdən keçirdin. Blender yoxdursa çəngəllə əzin. Ya o qədər pişsin ki, orada əzilsin, açılsın da deyə o dərəcədə. O anda ehtiyacı olmayacaq blendera. Sonra oraya bir xörək qaşığı da süd tökün. Yenə qarışdırın. Bir çay qaşığı dolu bal. Amma təmiz bal olması mütləqdir. Yəni adi pesoklu ballara vurmaq heç bir faydası yoxdur. Bilirsiniz ki, təmiz bal çox ideal, çox mükəmməl nəmləndirici xüsusiyyətə malikdir. Yəni bal mütləqdə olmalıdır. Nəmləndirici xüsusiyyətinə görə bal yoxdursa vurmayın heç nə. Elə süd və düyü. Qalanı da soyudun, yığın şüşə bankaya, ağzını bağlayın, qoyun soyuducuda qalsın. Ləkəni aparmaq səbir tələb edən bir prosesdir. Çünki o qısa müddətdən həll olunur. Onun üçün təsəvvür edin ki, həm onu istifadə edin, arbutini, həm maskanı istifadə edin. Paralel olaraq yəni daha da həm yaxşı tez nəticəsi olsun, həm də ki arbutin sırf ləkə üçün olduğu halda, amma bu həm ləkə üçün ağarcıq xüsusiyyəti var. Həm qidalandırır dərini, həm nəmləndirir dərini. Maskamı etdim, üzümü yudum. Üstündən hardasa bir 15 dəqiqə falan keçib. Dərim çünki qurudur. Saçımı da yığıram. Və nəmləndiricimi çəkirəm. Biraz çox oldu. Görməmiş kimi çox elədim yenə. İçəm. Burada kraska var. 5 dəqiqə də keçsin. SPF-mi çəkim. Все, SPF-mi də çəkim. Biraz bol çəkəcəm. Gedəcəm deyənə, çölə çıxacam deyə, havada günlük deyənə. Ona görə SPF biraz yaxşı çəkdim. Bunsuz da çölə çıxaram heç vaxt.